Salam dostlar, hər vaxtınız xeyir olsun. Başlıqdan da gördüyünüz kimi, bugünkü videomuzun mövzusu beyin gücünü 10 dəfə artırmaq haqqıdır. Səncə, beynini 10 dəfə daha güclü edə bilərsən? Dahi insanlar necə düşünür? Beyin gücünü artırmaq mümkündürmü? Bu videoda sənə beynini necə daha güclü istifadə edəcəyini, yaddaşını inkişaf etdirəcəyini və dahi kimi düşünəcəyini göstərəcəyəm. Çox danışmadan videomuza keçid edək. Beyin necə işləyir? İlk sualımız bu olsun və bu sualdan yola çıxaq digər məsələlərə. Beynin plastik qabiliyyəti deyilən bir hissə var, hansı ki bu nə deməkdir? Yəni, beynin yeni vərdişlər və biliklər öyrənə bilməsi prosesi beynin plastik qabiliyyəti adlanır. Beynin 100 milyard neyronu var, yəni bu sayı düşündüyünüzdən qat-qat daha çoxdur. Eyni zamanda onlar 10 katrilyon əlaqə yarada bilər. Nəticə olaraq beyin düşündüyünüzdən daha mücərrəd bir varlıqdır. Bəzi miflər var və bu miflərin yalan olduğunu demək istəyirəm. Hansı ki bunlardan biri beynimizin yalnız 10%-ni istifadə edirik fikridir. Bu fikir tamamilə yanlışdır. Çünki beyin inkişaf edən bir əzələ kimidir və biz onu nə qədər istifadə etsək, nə qədər inkişaf etdirsək, o qədər çalışar və möhkəm olar. Nəticə olaraq biz beynimizi inkişaf etdirsək, beynin yalnız 10%-ni istifadə edirik yox, 100%-ə qədərini istifadə edə bilərik fikrini ortaya qoymuş olaraq. Keçid etmək istəyirəm beyni gücləndirən 5 qida. Bildiyiniz kimi qida rasionumuza diqqət etmək bizim sağlamlıqdan əlavə beyin gücümüzə də təsir edən vasitələrdən biridir. Və bu 5 qidadan birincisi avokadodur. Yaşadığımız ərazilər olsun, avokado kimi, yəni xaricdən gələn meyvələr tapmaqda çətinlik çəkirik. Lakin yeməyimiz daha yaxşıdır. Çünki avokado beyin üçün, yəni sağlam yağ mənbəyidir və bu qidalarımızdan birincisidir. İkinci qidamız qoz və badamdır. Hansı ki yaddaşı gücləndirən omega 3 yağ turşusunu ifraz edən qoz və badamı yeməyiniz tövsiyə ediləndir. Qidalarımızdan üçüncüsü tünd şokoladdır. Bəli, bilirəm çoxlarınızın sevdiyi, hətta mənim də sevdiyim tünd şokolad beynin qan dövranını yaxşılaşdırır. Nəticə olaraq beynimizin daha yaxşı inkişaf etməyinə təkan. Dördüncü olaraq yumurta. Bilirəm bəziləriniz sevmirsiniz, mən də çox vaxt sevmirəm, lakin çalışıram ki sabah universitetə gedən vaxtı yumurta yeyim. Çünki yumurta konsentrasiyanı artırır. Nəticə olaraq bu da beynimizin inkişaf etməyinə dördüncü təkandır. Ondan əlavə olaraq yaşıl çay, yəni bütün marketlərdə, eyni zamanda apteklərdə satılır və alıb içməyiniz çox yaxşıdır. Çünki zehni aydınlaşdırır və tərkibində xüsusi bir maddə var. Maddəni də bura qeyd edirəm. Oxunuşunu tam bilmirəm, lakin bu da beynimizi gücləndirən vasitələrdən biridir. Daha sonra keçid etmək istəyirəm beyni 10 dəfə daha sürətli işlətməyin 3 metodu. Birinci metodumuz Pomodoro texnikasıdır. Hansı ki abituriyentlərin 99%, hətta YouTube izləyicilərinin 100%-i bu texnikanı bilir. Bu texnikada 25 dəqiqə işləyib 5 dəqiqə istirahət etmək nəzərdə tutulur. Bəzi influencerlar, YouTube video istifadəçiləri deyir ki, Pomodoro üsulu yaxşı deyil, çünki beynimiz fokuslanır və birdən-birə 5 dəqiqə istirahətə keçir. Bu isə tövsiyə edilməyən bir şeydir. Xeyr, bu yanlışdır. Çünki beyin uzun müddət diqqətini cəmləyə bilmir. Yəni, bu metod tamamilə beyinə uyğun bir texnikadır və bu texnika daha da məhsuldardır. İkinci olaraq Dual M-Back metodu. Bu isə IQ artıran məşqdir. Buna axtarış edib özünüz daha ətraflı məlumat toplaya bilərsiniz. Açıqlama bölməsinə bu haqqda məlumat yazacağam. Bu isə beyin gücünü artırır. Eyni zamanda NASA tərəfindən də istifadə edilən bir məşqdir. Üçüncü olaraq Feynman metodu. Bu isə hər şeyi sürətli öyrənmək texnikasıdır. Hansı ki burada 4 addım var. Birinci addım tutaq ki mövzumuzdur. Mövzumuz Çin haqqındadır. Çin yeni dövr. Mövzumuzu öyrəndik. İkinci addım 6 yaşlı uşağa izah etmiş kimi sadələşdiririk. Həmin mövzunu, orada yaranmış terminlər və s. çıxarırıq. Düşünürsünüz ki 6 yaşlı bir uşağa bu mövzunu necə izah edim ki uşaq başa düşsün. 6 yaşlı uşağa izah etmiş kimi sadələşdirirsiniz. Bura indi metodları yazaram. Üçüncü addım boşluqları tapırsan və təkrar öyrənirsən. Bunu uşağa izah edərkən harda çaşsan və yaxud da ki izah edə bilməsən, onları boşluq kimi işarələyirsən, daha sonra boşluqları tapırsan və təkrar öyrənirsən. Dördüncü addım yenidən izah edirsən və mükəmməlləşdirirsən. Bu isə beyni 10 dəfə daha sürətli işlətməyin 3 metoduydu.
Daha sonra yaddaşı gücləndirən 3 beyin hiləsindən danışmaq istəyirəm. Birincisi Loki metodudur. Yunan hafizə texnikası da deyirlər buna. Bu nə deməkdir? Məlumatları tanış yerlərlə əlaqələndirərək yadda saxlayırsan. Məsələn, mənim özüm bu metoddan istifadə edirdim tarix oxuyarkən. Loki metodunda dediyimiz kimi tanış yerlərlə, tanış əşyalarla yadımızda saxlayırıq və tutaq ki, məsələn, alış-veriş siyahısını evin otaqları ilə yadında saxlayırsan. Məsələn, tutaq ki, dəftər almalısan, bunu iş masası yazaraq yadında saxlayırsan və s. Bu sadəcə olaraq sadə bir nümunə idi. İkinci olaraq 80/20 metodudur. Bu isə Pareto prinsipi adlanır. Bu nə deməkdir? 80% nəticə 20% səyin nəticəsidir. Yəni ki, yalnız ən vacib məlumatlara fokuslanırsan. Sən Çində qısa-qısa mədəniyyətləri öyrənmirsən. Faktları öyrənirsən, hansı ki sən bilirsən ki, Çində sülalələrdən imtahana düşə bilər. İkinci olaraq Çində kompasdan imtahana düşə bilər, betondan imtahana düşə bilər, yəni betonun ixtirası və s. Nəticə olaraq sən burada əsas hissələri yadında saxlayıb imtahana, yəni bu vacib məqamları öyrənərək gedirsən. Üçüncü, bu nə deməkdir? Məlumatları qruplaşdırırsan. Tutaq ki, bir nümunə göstərirəm. Telefon nömrəsi atıram. Tutaq ki, 326 86 86. Bu nömrədə görürsünüz ki, biz buna niyə 3 milyon 26 min 86 və s. belə demirik? Biz bunları qruplaşdırırıq. 326 86 86. Nəticə olaraq siz öyrənəcəyiniz mövzuları da bu şəkildə yadınızda saxlaya bilərsiniz. Yəni məlumatları qruplaşdırırsınız. Tutaq ki, Çin dərsinin məlumatları bunlardır. Hindistanın yəni əsas qeydləri bunlardır. Yəni ki, bu şəkildə nümunələrlə yadınızda saxlayırsınız. Növbəti bölməmizdə beyni daha yaxşı istifadə etmək üçün 5 həyat dəyişdirən adət. Bunlardan birincisi səhərləri 5 dəqiqə meditasiya etməkdir. Hansı ki, meditasiya bildiyiniz kimi sakitləşdirici bir metoddur və astrologiya olsun, psixologiya olsun, yəni məşğul olanlar bu metoddan istifadə edir və beyni sakitləşdirir, eyni zamanda diqqəti artırır. Səhərlər etmək də, yəni günə yeni addımla başlamaq kimi bir şeydir. Bunun üçün də səhərlər meditasiya daha yaxşı ola biləcəyini, yəni alimlər qeyd edir. İkinci olaraq idman etmək. İdman etmək zaten yəni oğlanların əksəriyyəti bunu edir. Qızlar da etsə yaxşı olar. Hansı ki, xüsusilə qaçış və üzgüçülük beyni inkişaf etdirir. Doğrudur, yəni üzgüçülüyə çox adam risk edə bilmir. Su fobiyası olanlar var. Lakin qaçış çox insan üçün, yəni 90% insan üçün daha uyğundur. Onun üçün idman etməyi də unutmayın. Beyinə birbaşa təsir edir. Üçüncü olaraq yeni dil öyrənmək. Beyni dahi kimi işlətmək üçün ən yaxşı məşqlərdən biridir. Dili məcburiyyətdən öyrənməyin. Bu haqda da video gələcək. İstəsəniz yorumlara qeyd edin, daha tez paylaşım edin. Beyni yəni dahi kimi işlətməyə həqiqətən də kömək edir. Sadəcə olaraq yeni dillər öyrənin. İstər İtalyan dili, İspan dili, Fransız dili, Alman dili. Çalışın ki, yeni dillər öyrənin və dilləri məcburiyyətdən yox, sevərək öyrənin. Çünki belə lazımdır. Dördüncü, sosiallaşmaq və debat etmək. Mən özüm debatçıyam, 3-cü spiker vəzifəsini yerinə yetirirəm və debatda iştirak etmək həqiqətən məndə nitq cəhətdən, sürətlilik, vaxtını istifadə etmək cəhətdən çox yaxşı kömək oldu. Eyni zamanda sosiallaşmaq, yeni insanlar tanımaq, yeni insanlarla söhbət etmək, bu da həqiqətən beyninizi gücləndirən və beyin gücünüzü, beyin gözünüzü açan vasitələrdən biridir. Beşinci, gündəlik yazmaq. Yəni gündəlik yazmaq deyiləndə sən orada otur başdan ayağa bütün hər şeyi yaz nəzərdə tutulmur. Gündəlik deyəndə gördüyün işləri, düşüncələrini və s. yəni hər şeyi yazırsan və beynini sistemləşdirirsən. Tutaq ki, nümunə olaraq bunu göstərmək istəyirəm. Hər zaman yanımda olur. Burada mən qeyd edirəm. Bu qeydlərim isə nədən ibarətdir? Məsələn, mən aprel ayı üçün planlama yazıram. Ondan əlavə olaraq ya da ki, tutaq ki, indi göstərirəm. Gördüyünüz kimi ikinci semestr haqqında hədəflər və yaxud da ki, digər mövzular haqqında bura qeydlərimi aparıram. Siz də gündəlik yazaraq etdiyiniz işləri, hədəflərinizi və s. yazaraq qeyd edə bilərsiniz. Bu da ki, beyninizin fokuslanmasına kömək edir. Bütün bu danışdıqlarım və göstərdiyim üsullarla sizə onu demək istəyirəm ki, beyninizi inkişaf etdirərək daha güclü, daha sürətli edə bilərsiniz. Bunların hər biri sadəcə olaraq sizin istəməyinizdən və sizdən asılıdır. Eyni zamanda beynimiz bir əzələ kimidir. Onu düzgün qidalandırmaq və məşq etdirmək bizim vəzifəmizdir. Beyin gücünü artırmaq üçün bu metodlardan hansını sınaqdan keçirəcəksən, sən mənə bunu de, yəni yorumlarda qeyd etməyi unutma. Eyni zamanda like, share, abunə olmaq və s. bunları da etsən sevinərəm. Çünki mənim stimul səbəbim bunlardır. Daha çox, yəni belə faydalı videolar üçün məni izləməyi unutma. Hələlik.